Bugün biz çoxumuzun arzuladığı, amma bəlkə də cəsarət etmədiyi bir işi reallaşdıran bir bələdçiyə baxacağıq, öz kiçik evini tikmək. Hə, söhbət Dan Lush'un Kiçik Ev Dizaynı və Tikinti Bələdçisi kitabından gedir. Bəli. Və bu sadəcə, necə deyim, taxtanı haradan kəsmək barədə bir təlimat deyil, bu ipotekasız, hərəkətli, daha sadə bir həyat fəlsəfəsinin demək olar ki, texniki planıdır. Elədir. Maraqlısı da odur ki, müəllif özü bu işə anasına kömək etmək üçün başlayıb. Yəni, işin kökündə çox şəxsi bir hekayə var. Dəqiq. Bələdçi də deyir ki, bu əldə edilə bilən bir arzudur. Gəlin baxaq, bu arzunu reallığa çevirmək üçün hansı sirlər var, hansı çətinliklər var? Tamamilə doğru. Məqsədimiz də sadəcə addımları saymaq deyil. Biz o hərəkatın arxasındakı düşüncəni anlamağa çalışacağıq. Yəni, niyə kimsə böyük bir ev əvəzinə 20 kvadrat metrlik bir məkana sığmağı seçir? Hə, bu təkcə pul məsələsi deyil. Qətiyyən. Bu azadlıqla bağlıdır. Sahib olduğunla yox, yaşadıqlarınla özünü ifadə etməklə bağlıdır. Kitab da göstərir ki, düzgün planlamayla bu sadəcə xəyal deyil, tamamilə real bir layihədir. Yaxşı, onda başlayaq. İlk dilemma. Hazır plan alırsan, yoxsa öz dizaynını yaradırsan? Hə, bu həmişə çətin sualdır. Mən həmişə düşünmüşəm ki, boş bir səhifədən başlamaq, yəni, dəhşət çətindir. Amma kitabda çox maraqlı bir fikir var. Deyir ki, kiçik evlərin o qanunu məhdudiyyətləri var, ha? Bəli, o eni hündürlüyü. Hə, adətən 2,6 metr en, 4,1 metr hündürlük. Bax, bunlar əslində işini asanlaşdırır. Sonsuz imkanlar qarşısında ilişib qalmaqdansa, sənə konkret bir qutu verilir və bütün yaradıcılığını ora yönəldirsən. Bax, buna dizayn da məhdudiyyətlərin azadlığı deyirlər. Çərçivə olan da hər qərarın daha məqsədli olur. Bələdçi də tövsiyə edir ki, texnologiya qaçmazdan əvvəl ən sadə şeylərlə başla. Qələm və kağızla. Bunlarla eskiz cızmalısan, ideyaları yoxlamalısan. Kompüterdə hər xətti çəkmək vaxt aparır. Bu da yaradıcılığı boğur. Aha. Amma ideyan artıq formalaşandan sonra, bəli, Trimble SketchUp kimi pulsuz proqramlara keçə bilərsən. O artıq, necə deyim, pəncərə divanın arxasına sığacaqmı kimi sualların cavabını görmək üçündür. Yaxşı, bəs kiçik məkanın özünün dizayn fəlsəfəsi nədir? Məqsəd təkcə əşyaları yerləşdirmək deyil həm də. Həm də məkanı geniş hiss etdirməkdir. Dəqiq. Kitabda mikro dəhlizlər deyilən bir şey var. Bu tələdən qaçın deyir. Yəni, evin bir ucundan o birinə getmək üçün yaratdığın o dar keçidlər əslində ölü sahələrdir. Çox vacib məqamdır. Əgər bir yer sadəcə keçmək üçündürsə, deməli sən o sahəni itirirsən. Məsələn, yataq otağına çatmaq üçün mətbəxin ortasından keçən dar bir yol. Hə, o yol itirilmiş yerdir. Tamamilə. Bu məntiq də evin ən mübahisəli hissəsinə, yəni hamamın yerinə birbaşa təsir edir. İki əsas variant var. Hamamı ya arxadakı qısa divara qoyursan, ya da uzun divarlardan birinə. Və bu qərar demək olar ki, bütün evin axışını dəyişir, elə deyilmi? Əgər hamamı arxaya qoysan, evə girəndə səni daha açıq bir məkan qarşılayır. Mətbəx, qonaq otağı bir yerdə. Məkanı daha böyük göstərir, bəli. Amma mətbəx tez vaxtın qısalır. Bax odur. Əgər hamamı uzun divara qoysan, onda mətbəx üçün bütöv uzun bir divarın qalır. Bu da yemək hazırlamağı sevənlər üçün əladır. Lakin bu dəfədə yaşayış sahəsi daralır və o mikro dəhliz hissi yaranır. Yəni seçim sənindir. Daha geniş məkan hissi, yoxsa daha funksional mətbəx? Cavab sənin həyat tərzindədir. Deməli, dizaynda hər santimetri ölçdük, biçdik. İndi gələk alətlərə. Bələdçidə bununla bağlı çox maraqlı bir maliyyə hiyləsi var. Mənə elə gəlir ki, bu təkcə pula qənaət deyil, bütöv bir fəlsəfədir. Hə, o bahalı alətlər məsələsi. Məsələn, hava kompressoru. Normalda deyirlər ki, get icarəyə götür. Hə. Amma müəllif deyir ki, icarə pulu ölü puldur. Gedirsən o aləti ikinci əl alırsan, layihəni bitirəndən sonra da demək olar ki, aldığın qiymətə satırsan. Vay. Yəni, aylarla alətdən, necə deyim, pulsuz istifadə etmiş olursan. Bəli. Bu, aktivlərin müvəqqəti istifadəsi fəlsəfəsidir. Sən alətə sahib olmaq üçün yox, onun funksiyasından istifadə etmək üçün pul ödəyirsən. Bu düşüncə elə kiçik ev hərəkatının özəyidir də, az sahib olmaq,
çox təcrübə etmək. Eyni məntiq materiallara da aiddir. Heç vaxt mağazaya girib rəfdən tək-tək bir şey alma. Əvvəlcə detallı bir siyahı tut. Hər taxta, hər vint. Sonra da o böyük tikinti mağazalarının ProDesk deyilən yerinə gedirsən. Dəqiq. Peşəkar masalarına. Onlar padratçılarla işləməyə öyrəşib. Sənin o böyük sifarişinə görə çox ciddi endirimlər edəcəklər. Bəzi məhsullarda hətta 60%-ə qədər. Bu, minlərlə manat deməkdir. Əlbəttə. Yaxşı. Planımız var, alətlər, materiallar da yoldadır. İndi gəldik işin ən həyəcanlı hissəsinə. Evin skeletini qururuq. Və bu evin təməli betondan deyil, poladdandır. Treyler. Bəli, qoşqu. Və bələdir deyir ki, mütləq yeni treyler alın. Bir neçə kritik detal da var. Məsələn, treylerin arxasında o dovetail deyilən maili hissə olmamalıdır. Hə, o yükləmə üçün olan əyilmə. O döşəmə üçün problem yaradar. Tamamilə. Döşəmən düz olmayacaq. Həm də yanlarda və öndə qoruyucu çərçivələr olmamalıdır. Ev birbaşa treylerin öz çərçivəsinə oturur. Və ən əsası, oxların yük götürmə qabiliyyəti. Unutma, bu bütün bir evin çəkisini daşıyacaq. Düzdür. Ona görə hər ox ən azı 2000 tonluq olmalıdır. Amma hamısından vacib bir şey var. Treyleri domkratlarla mükəmməl düz vəziyyətə gətirmək. Təməl 1 dərəcə əyri olsa, damda bu bir neçə santimetrlik fərq yaradacaq. Təməl hazırdırsa, döşəmə altı, yəni subfloor gəlir. Bələdçi burada da bir hilə təklif edir. Standart 2.6 taxtalar yerinə daha nazik olan 2.4-lərdən istifadə edin deyir. Hə, bunun səbəbi odur ki, onsuz da bütün yük treylerin polad çərçivəsinə düşür. Taxtalar sadəcə araları doldurur. Amma bu seçim sənə içəridə əlavə 5 sm hündürlüyü verir. Və kiçik məkanda bu böyük fərqdir. Çox böyük. Sonra çərçivənin altının nəmdən qorumaq üçün alüminium təbəqə ilə örtürsən. Araları da sərt köpüklə doldurursan. Və gəldik divarlara. Mən həmsə elə bilirdim, divarları bir-bir şaquli vəziyyətdə yığırlar. Mən də. Amma deyir ki, onları yerdə, üfüqi vəziyyətdə tam yığıb, sonra bütöv bir panel kimi qaldırmaq lazımdır. Niyə belə? Hər ikisi həm daha təhlükəsizdir, həm də yerdə işləyəndə bütün bucaqların 90 dərəcə olduğundan əmin olmaq asandır. Aydındır. Pəncərə və qapıların üstünə də header deyilən o gücləndirilmiş tirlər qoyulur. Bəli, o sadəcə bir taxta deyil, 2 taxtanın arasında faner olan bir sendviç kimidir. Bütün yükü daşıyır ki, pəncərə çərçivəsi əzilməsin. Divarlar qalxdıqdan sonra üzərinə örtü çəkilir və bələdçi burada OSB, yəni o yonqar lövhə yerinə daha bahalı olan faneri, yəni plywoodu tövsiyə edir. Diyan, bu çox maraqlı məqamdır. Axı tikintidə OSB daha çox işlənir, həm də xeyli ucuzdur. Bu büdcəyə ciddi təsir edir. Hə, bəs niyə faner? O əlavə möhkəmlik o qədər pula dəyərmi? Dəyər. Bax, argument budur. Sən statik bir ev tikmirsən. Sən təkər üstündə bir nəqliyyat vasitəsi tikirsən. Yolda gedərkən o ev davamlı burulma və əyilmə qüvvələrinə məruz qalır. Aha. Uşuna görə daha sərtdir. Evin qutu formasını saxlayır. Titrəmə zamanı divarların oynamasının qarşısını alır. Bu, evin ömrünə birbaşa investisiyadır. Anladım. Sığorta kimi bir şeydir. Hətta fanerlə bağlı bir məsləhət də var. Əgər nəm çəkib biraz əyilərsə, atmaq əvəzinə dairəvi mişarla üstündə dayaz kəsiklər edirsən. Genişlənmə kəsikləri. Hə, o gərginliyi azaldır və lövhə yenidən düzləşir. Və indi gəldik hərəkət edən ev üçün ən həyati amma ən çox unudulan mərhələyə. Gücləndirici metal lentlər, yəni strapping. Adi ev cazibə qüvvəsi ilə yerində qalır. Amma sənin evin saatda 100 kilometrlə gedərkən güclü küləklə qarşılaşa bilər. Bəli, bu metal lentlər, qasırğa qayışları da deyirlər, evin bütün hissələrini bir-birinə tikir. Damı divarlara, divarları döşəməyə, döşəməni də treylərə. Bu, evin strukturunu bir-birindən ayrılmaqdan qoruyan polad bir sistemdir. Dəhşət. Skelet hazırdır, möhkəmləndirilib. Artıq bu bir çərçivə deyil, evin ilkin formasıdır. İndi onu isti və quru bir sığınacağa çevirməliyik. Bu da bizi daxili sistemlərə gətirir. Bələdçi ilk növbədə evi suya davamlı etməyi dəfələrlə vurğuluyur. Xüsusilə də pəncərə ətrafındakı o izolyasiya qatları flashing. Hə, o flashing əslində suyun axınını idarə edən yapışqanlı lentlərdir, elə deyilmi? Məntiqi də balıq pulcuqları kimidir. Tamamilə. Yuxarıdakı təbəqə həmişə altdakının üstünü örtməlidir ki, su araya girməsin, aşağı axsın.
Bələdçi deyir ki, tikintidəki səhvlərin 90%-i su sızması ilə bağlıdır və onların da əksəriyyəti məhz pəncərə ətrafında olur. Bu kiçik detal evin çürüyüb-çürüməməsini həll edir deməli. Dəqiq. Su izolyasiyası qədər vacib olan digər məsələ də istilik izolyasiyasıdır və burada bələdçinin tövsiyəsi çox qətidir. Ənənəvi şişə lif yox, qapalı hüceyrəli sprey köpük, yəni CCSF. Kağız üzərində bu mükəmməl səslənir, amma eşitdiyimə görə onun tətbiqi çox çətindir, mütəxəssis tələb edir və qiyməti də bahadır. Bəli, əla bir məqamdır. CCP bahalıdır və mütləq peşəkar tərəfindən tətbiq olunmalıdır, amma müəllif bu xərci 3 səbəbə görə əsaslandırır. Birincisi, istilik müqaviməti şüşə lifdən 2 dəfə yüksəkdir. Yəni daha nazik divarla daha yaxşı izolyasiya alırsan. Bəli. İkincisi, bütün boşluqları doldurur, hava sızmasının tam qarşısını alır. Üçüncüsü və ən vacibi isə CCP quruyandan sonra daş kimi bərkiyir və evin bütün divarlarını bir-birinə yapışdırır. Yəni əlavə struktur möhkəmliyi yaradır. Sanki evin skeletinə yapışqan vurursan. Düzdür. Bu 3 faydanı düşünəndə o ilkin xərc özünü doğruldur. Gələk evin damarlarına. Santexnika və elektrik. Santexnika üçün CPVC plastik borular məsləhət görür, asan, ucuz, elastik. Tullantı suları üçün də 2 qayda var. Borularda meyl olmalıdır və hər su nöqtəsinin altında trap, yəni sifon olmalıdır. O, U şəkilli bor hissəsi. Hə, o içində su saxlayıb kanalizasiya qazlarının qarşısını alır. Sadə, amma dahi bir ixtiradır. Elektrikdə isə bələdçi çox vacib bir təhlükəsizlik detalını vurğulayır. Naqillərin keçdiyi bütün taxtaların üzərinə qoruyucu metal lövhələr, yəni nail plates vurmaq. Bu niyə lazımdır? Təsəvvür elə, illər sonra divara bir rəsm asırsan, vurduğun mismar da birbaşa gedir elektrik naqilinə. Aydındır. Bu, qısa qapanma, hətta yanğın təhlükəsi deməkdir. Bəli. Bax, bu cür kiçik detallar həvəskar işini peşəkar işdən ayıran cizgidir. Və nəhayət, evi gözəlləşdirən işlər. Daxili üzlük üçün alçıpan, yəni drywall, qətiyyən məsləhət görülmür. Çünki ağırdır və kövrəkdir. Yoldakı ilk titrəmədə çatlayar. Əvəzində daha yüngül və elastik olan taxta panellər tövsiyə edilir. Amma onları da vurmazdan əvvəl bir neçə gün evin içində saxlamaq lazımdır ki, mühitə uyğunlaşsın. Aklimat olsun. Yoxsa sonra genişlənib ya da büzüşüb aralarında boşluq yaradar. Xarici üzlü üçün isə seçim sidr ağacıdır. Yüngül, suya davamlı və gözəldir. Və sonda, layihənin ən çətin hissəsi gəlir, mətbəx mebeli. Bəli, hazır almaq bahadır, sifarişlə düzəltdirmək ondan da bahalı. Bələdçi deyir ki, ən qənaətçil yol öz kabinetlərini düzəltməkdir, amma bu, bütün tikinti prosesində ən çox dülgərlik məharəti tələb edən işdir. Bəlkə də bu, layihənin final bossudur. Və salam. Bununla da demək olar ki, sona çatırıq. Boş bir polad çərçivədən başladıq, indi isə tam təhciz olunmuş, isti, funksional bir evimiz var. Bəli, və hər addımda gördük ki, bu təkcə fiziki iş deyil. Həm də daimi problem həll etmə, ağıllı kompromislər tapma tələb edən bir zehni məşğuliyyətdir. Düzdür. Və bələdçinin son sözləri çox ruhlandırıcıdır. Deyir ki, bütöv bir layihə olaraq bu, dağ kimi böyük və qorxuducu görünə bilər. Amma əslində, bu bir-birinin ardınca gələn yüzlərlə kiçik addımdan ibarətdir. Məqsəd evi bir dəfəyə tikmək deyil, məqsəd növbəti addımı düzgün atmaqdır. Bu yanaşma ilə o, həqiqətən də əldə edilən bir arzuya çevrilir. Və bu bələdçi evi necə tikməyi, yəni onun mexanikasını mükəmməl izah edir. Amma bir quruluşu evə çevirən şey onun texniki tərəfi deyil. Onun ruhudur. Bəli. Bu da bizi son düşüncəmizə gətirir. Tam olaraq. Siz bu texniki təlimatların hamısını mənimsədiniz, evi tikdiniz. İndi içərisi bomboşdur. Bu məkanı həqiqətən öz evinizə çevirmək üçün interyeri hansı ilk əşyanın, hansı ilk duyğunun ətrafında dizayn edərdiniz? Maraqlı sualdır. Hər şeyi planlayacağın böyük bir kitab rəfi, yoxsa dünyadan qopacağın rahat bir kreslo? Bəlkə də hər şey sadəcə o pəncərədən görünən və hər səhər səni salamlayan o mənzərə ətrafında qurulmalıdır. Texniki plan bitdikdən sonra sizin şəxsi hekayəniz haradan başlayardı?